Murad bəy, bir tərəfdən NATO samiti ilə bağlı məsələlər hazırda gündəmdədir. Digər tərəfdən də Birləşmiş Ştatların İrana zərbə endirməsi xəbərləri gəlir. Yəqin ki, bu bir təsadüf deyil, əvvəlcədən düşünülmüş bir senaridir. Nə dayanır sizcə bunun arxasında? Mən düşünmürəm ki, bu iki məsələ bir-birindən bağlıdır. İranla bağlı zərbələrin endirilməsi bu ümumiyyətlə ABŞ-la İran arasında olan razılaşmadan irəli gələrək həyata keçirilir. Bilirsiniz ki, bu razılaşmada İran tərəfi öhdəlik götürmüşdü ki, Ormuzdan olan gəmilər rahat fəaliyyət göstərə biləcəklər. Amma son dövrdə biz gördük ki, siz də bunu qeyd elədiniz, İran tərəfi 3 gəmiyə hücum etmişdi, bəzilərini zədələmişdi, onların içində tanker də var idi, həm Kuveytə məxsus gəmi var idi və s. Və buna cavab olaraq Amerika Birləşmiş Ştatları zərbələri indirir. Onun ki, bundan əvvəl də həmən o memorandum fəaliyyətdə olan dövrdə belə bir hadisələr baş verən kimi dərhal Amerika Birləşmiş Ştatları zərbələr endirirdi. Bu səfər isə daha da biraz geniş, biraz güclü zərbələr indirilib. 85 dənə hədəf vurulub İran tərəfində. İstər adada, istər Ormuz tərəfdə olan müxtəlif siz sadaladığınız hədəflər. Və düşünürəm ki, bu ilə bağlıdır. Əlavə olaraq da həmən o İran tərəfinin götürdüyü öhdəlik ki, pozur, İrana verilən lisenziyanın qarşısı alınmasıdır. Bilirsiniz ki, İrana nefti satmağa icazə verilmişdi. Siz bunu qeyd edərsiniz. Bundan bir daha əvvəl. Bu da dayandırılıb təzyiq kimi. Bilirsiniz, Amerika Birləşmiş Ştatlarının bunu gizlətmirlər də. Onların İranla apardığı fəaliyyəti, o danışıqları, Amerikanın belə bir prinsipi var. Tapancanı insanın başına diriyib danışıqlar aparmaq. Onlar heç gizlətmirlər, o prinsip var. Çox oxşar bu prinsiplə İrana qarşı bunlar fəaliyyət göstərirlər. Yəni, İranı məcbur etmə prinsipindən irəli gələrək onlar öz siyasətini həyata keçirirlər. Murad bəy, istəyərdim ki, elə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın da fikirlərinə nəzər yetirək. O da bu haqda məlumatları vurğulayıb. Qrafik təsvirlə həmin o detallara diqqət yetirəcəyik. Bəli, Məhəmməd Baqir Qalibaf, İran parlamentinin sədri nə deyir? Deyir ki, Amerika Birləşmiş Ştatlarının yol verdiyi pozuntular sırasında İran gəmilərinin Hörmüz boğazından keçidinə mane yaradılması, hərbi əməliyyatların bərpası ilə bağlı təhdidlər, neft sanksiyalarının yenidən tətbiqi, İsrailin Livana qarşı əməliyyatlarının davam etməsi və İranın cənub bölgələrinə zərbələr yer alır. Bu addımlar İslamabad memorandumunun öhdəliklərinə ziddir. Qorxutma və təzyiq dövrü artıq başa çatıb. İranı şantaj etməyə yönələn cəhdlər heç bir nəticə verməyəcək deyir və Amerika Birləşmiş Ştatlarının əslində İslamabad memorandumunu pozduğunu bəyan edir. Bununla da şərtləri də açıqlayır. Deyir ki, İrana hücumlar aparılır. Əslində Murad bəy, bu anlaşma memorandumundan sonra, yəni İslamabad memorandumundan sonra belə bir ümid var idi ki, ən azından bir pillə irəlilədisə tərəflər, daha sonraki mərhələdə bu davamlı atəşkəsə gətirib çıxara bilər. Amma hazırki dönəmdə belə bir mənzərə yaranıb ki, sanki tərəflər danışıqlardan yayınmaq istəyirlər. Növbəti dəfə danışıqlar üçün hazırda zəmin varmı, yoxsa bu həm də o mesajdır ki, biz danışıqlara getməyəcəyik? Bu mesajla bağlı birinci onu qeyd edeyim ki, son hadisələrin səbəbkarı İran tərəfi olub. Birinci İran tərəfi 3 tankerə hücum edib və onun nəticəsi olaraq Amerika Birləşmiş Ştatları onlara zərbələr endiriblər və sanksiyalar tətbiq ediblər. Gərək həqiqəti biz səsləndirək. Bu bir. İkincisi, İranla ABŞ-ın arasında olan hal-hazırdakı vəziyyət məhz ABŞ-ın İrana təzyiq elementidir. Bu baxımdan hesab edirəm ki, iki ssenari üzrə. Birincisi, danışıqlar yenidən bərpa oluna bilər. Ona görə ki, biz dəfələrlə görmüşük ki, ən kritik məqamlara gəlib çatırdı, İran tərəfi razılıq verirdi danışıqlara və s. Hətta memorandumun özünün imzalanması ərəfəsində yadınızda salın, son Trump'ın hədəsindən sonra, bəyanatından sonra İran tərəfi razılaşdı. Hətta əmr də verilmişdi, bəzi təyyarələr havaya da qaldırılmışdı. İran razılıq verdi o sənədə imza atmağa. Düşünürəm ki, indi də təzyiq olandan sonra İran tərəfi buna gedəcək. Ona görə ki, İran tərəfinin çıxış yolu yoxdur. İranı buna vadar eləyən əsas səbəb İranın ağır durumda olan iqtisadiyyətidir. Məhz yeganə yolu neftin satışıdır. Neftin satışının da qarşısı alınsa, İran üçün bu çox çətin olacaq. Bu birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, bəli, bu müharibə də gətirib çıxada bilər.
Mən dəfələrlə demişəm ki, bu cür razılaşma, ümumiyyətlə bu razılaşmanın özünü həyata keçirmək, reallaşdırmaq çox çətin və çox ağır olacaq. Ona görə ki, müxtəlif faktorlar var. İranın daxilində də müxtəlif qüvvələr var. Bunu dəstəkləyən qüvvələr var. Yəni İranın iqtisadi vəziyyətini nəzərə alaraq bundan istifadə edib İranı gücləndirmək. İkinci tərəf isə var, bilirik ki, radikallar var. Onlar nəyin bahasına olursa olsun, öz mövqeyindən çəkinmirlər. Ona görə ki, başa düşürlər ki, onlar çəkinsələr öz mövqeyindən gələcəkdə onların taleyi ilə bağlı məsələlər çox şübhəli olacaq. Bu baxımdan birmənalı olaraq proqnoz vermək çox çətindir. Murad bəy, bir də NATO'dan gələn mesajlar, yəni NATO samiti çərçivəsində gedilən, aparılan müzakirələr və toxunulan istiqamətlər maraq doğurur və elə Trumpın Türkiyədə İranla bağlı göstəriş vermə xəbərində tamaşaçılarla bölüşdüm. Bir tərəfdən də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Donald Trump'ı qarşılayıb onunla görüşməkdən məmnun olduğunu söyləyib. Sosial şəbəkə hesabında da bununla bağlı paylaşım var. Türkiyədə, yəni Ankara'da İran məsələsi də aktiv şəkildə danışılacaq deyilib. Mark Rutte buna ümid elədiyini də söyləyib. Bu kontekstdə müzakirə aparsaq, NATO samitində İran məsələsi hansı kontekstdə danışılacaq? Çünki Birləşmiş Ştatlar özünə dəstək gözləyir, amma İran bəzi məsələlərdə Türkiyənin dəstəyinə daha çox ehtiyac duyur. Ən azından deyək ki, yaxın şərqlə bağlı siyasətdə hansı kontekstdə danışılacaq? Bir neçə məsələ Ankara'da keçən NATO samitində müzakirə olunur və onların içində biri də İrandır. İranla bağlı məsələ, bilirsiniz ki, NATO'nun daxilində müxtəlif fikirlər var. Bir-birinə zid fikirlər var. Düzgün qeyd elədiniz ki, hətta Donald Trump bir neçə müsahibəsində də qeyd eləyib ki, mən incimişəm NATO'dan, bizə dəstək vermədi İranla bağlı. Amma düşünürəm ki, bu məsələlər müzakirə mövzusu olsa da, nəticə etibarilə iki məsələ üstündə dayanacaqlar. Birinci məsələ ondan ibarətdir ki, NATO'da daxil olan bütün dövlətlər elan eləməlidirlər ki, onlar İranın nüvə silahını əldə eləməyin əleyhinədirlər. Çox güman ki, bu qərarı ümumi kommunikedə səsləndirəcəklər. İkinci isə Ormuz boğazı ilə bağlı gəmilərin orada beynəlxalq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməsini dəstəkləmə məsələsi. Bax, bu iki faktoru düşünürəm ki, əsas məsələ müzakirə olsa, bu ilə də bağlı müəyyən qərarlar qəbul olunacaq. Yəni, Murad bəy, bugün sırf dediyiniz istiqamətlərdə qərarların qəbul olunması Donald Trump'ı qane edəcək qədərdirmi? Yoxsa Donald Trump daha böyük dəstək gözləyir? Əlbəttə ki, Donald Trump vaxtı ilə daha da böyük dəstək gözləyirdi. Ona görə ki, hərbi əməliyyatda keçilən dövr Amerika Birləşmiş Ştatlara siyasi cəhətdən dəstək lazım idi, bu bir. İkinci, hərbi cəhətdən də bir neçə amil burada var idi. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları kifayət qədər təyyarələrdən istifadə edirdi və bu təyyarələr üçün ABŞ-dan uçmağa Avropa ərazisində yenmək, yanacaqla təmin olunma məsələlər, texniki məsələlər vacib idi. Ona görə ki, Amerika Birləşmiş Ştatlarının Avropada kifayət qədər hərbi bazaları mövcuddur. Amma bəzi ölkələr buna icazə vermirdilər, xüsusilə İspaniya, İtaliya ilə bağlı bir problemlər yaranmışdı. Bunlar hamısı əlbəttə ki, Donald Trump'ın marağında idi. Amma indiki mərhələdə düşünürəm ki, Donald Trump üçün bu kifayət edə bilər. Əlbəttə ki, onun istəyi çox olar, bu aydın məsələdir. Amma siyasət elədir ki, istəyin çox olur, amma əldə elədiyin nailiyyət mümkün qədəri olur. Murad bəy, bir də əlbəttə ki, NATO samiti çərçivəsində bu məsələlər danışılacaq, müzakirə olunur. Hazırda liderlər də aktiv şəkildə öz aralarında açıq və ya qapalı formada bu müzakirələri davam etdirirlər. Amma bir tərəfdən də dedi ki, İran da Amerika Birləşmiş Ştatlarının Körfəz ölkələrindəki bazalarını vurur və bu da əslində müzakirə məsələlərindən birinə çevrilə bilər NATO samiti çərçivəsində. İranın bu addımı əvvəldən də atdığını biz görmüşük, amma indiki mərhələdə yenidən aktivləşməsi, yenidən Birləşmiş Ştatlarının bazalarını vurması nəyə gətirib çıxaracaq? Bu, əlbəttə ki, yenə də qayıdıram, iki variant ola bilər. Bazaların bulunmağı ilə bağlı məlumatlar var. Amma o hansı nəticələrə gətirib çıxarır? Əgər orada kütləvi şəkildə Amerika vətəndaşların demək olar ki, itkisinə gətirib çıxartsa, bu birmənalı olaraq müharibənin bərpa olunmasına gətirib çıxaracaq. Amma o bazalarda bildiyimə görə kontingentlər yoxdur. İkinci məsələ isə
bu hardasa müəyyən zədələr gətirə bilər, amma ümumi prosesə Amerika Birləşmiş Ştatlarının bu günlərin marağı nədən ibarətdir? Ormuzda olan gəmilərin çıxarılması və müəyyən vaxt uzadılması. Bu çox güman ki, biz indi bunu bilmirik, biz fərziyələr ilə sürə bilərik. Seçkiyə qədər bəlkə Amerika Birləşmiş Ştatları vaxt odur ki, bu müharibəni dayandırmaqla dünya bazar neft qiymətlərini aşağı saxlasın və Amerika ərazisində benzinin qiyməti aşağı olsun. Bu da əsas faktor kimi seçkilərə Trumpa lazımdır. Bəlkə bu dövr üçün. Amma seçkilərdən sonra Trumpın əl qolu açılacaq. Düşünürəm ki, bu hərbi əməliyyatlar bərpa olunacaq. Mənim hər zaman proqnozlarım ondan ibarət idi ki, bu imzalanan memorandumda o qədər ziddiyyətli fikirlər var və bu memorandumu ilkin gündən elə Trump özü pozdu. Yəni imzalayandan sonra heç bir neçə dəqiqə keçməmiş bəyanat verdi ki, biz başladı hədələməyə İran tərəfini. Baxmayaraq ki, həmin o memorandumun birinci bəndində yazılıb ki... Hədə qorxu dillə danışmaq bəli, olmaz. Bəli. Murad bəy, yeni bir xəbər də NATO'nun baş katibi Mark Rutte'nin Ankaradakı jurnalistlərə açıqlaması ilə bağlıdır. Onu çatdıracağım əvvəlcə. İyulun 8-nə keçən gecə Birləşmiş Ştatların İrana endirdiyi zərbələr tamamilə əsaslı idi, deyir. NATO'nun baş katibi Mark Rutte Ankarada jurnalistlərə açıqlamasında əlavə edir ki, hesab edirəm ki, tamamilə bu zəruri idi. Əgər atəşkəs haqqında razılaşma qüvvədədirsə və İran faktiki olaraq onu pozursa və biz ötən gün gəmilərə hücumları gördük. O zaman Amerika Birləşmiş Ştatları üçün sərt cavab vermək son dərəcə vacibdir. Daha əvvəl Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da İranın Hörmüz boğazında 3 gəmiyə zərbələrə cavab olaraq İrana bir sıra güclü zərbələr endirdiyini bəyan etmişdi. İndi NATO'nun baş katibi Mark Rutte'dən fikrini soruşublar. O da deyib ki, düşünür ki, bu zərbələr tamamilə əsaslı idi. Çünki İran faktiki olaraq atəşkəsi pozan tərəfdir və Hörmüz boğazında gəmilərə hücum təşkil olunub. O zaman da Amerika Birləşmiş Ştatları üçün sərt cavab vermək son dərəcə vacibdir deyə Mark Rutte'nin yanaşması var. Murad bəy, burada əsas məsələ Hörmüz boğazında idarəçilik məqamıdır ki, İran tərəfi də bəyan edir ki, müxtəlif səviyyələrdə biz icazə verməyəcəyik ki, Hörmüz boğazındakı idarəçiliyə Amerika Birləşmiş Ştatları hansısa formada müdaxilə eləsin. Və gərginliyin əsas səbəbi də həm də bu göstərilir. Hörmüz boğazında idarəçiliyi İran tam üzərinə götürmək istəyir. Amerika Birləşmiş Ştatları üçünsə bu hazırda qırmızı xətlər və bir tərəfdən də memorandumun masada olması fonunda Hörmüz boğazı probleminin həlli yolu varmı bugün üçün? Hal-hazırki vəziyyətdə Amerika Birləşmiş Ştatları bunun prezident də elan eləmişdi ki, biz heç vaxt imkan vermərik ki, İran Ormuzla bağlı öz istədiyini həyata keçirsin. Bu, birinci növbədə beynəlxalq gəmiçiliklə bağlı qanunvericiliyə ziddir. Ona görə ki, bu hal baş versə, dünyanın müxtəlif ərazilərində bu cür nə hadisələr öz əksini tapacaq və bu beynəlxalq logistika sisteminə dünya səviyyəsində ciddi təsir göstərəcək, həmən o logistikanın qiymətlərinin artırılmasına gətirib çıxadacaq və s. Bu, haradasa bir kökünə baxsaq, bir qlobal problemdir. Və İran bəyan eləyə bilər, bəli, İranın bu günləri Amerikanın danışıqları aparmaq yeganə üsulu məhz Ormuzla bağlı məsələlərə müdaxilə eləməkdir. Onun başqa təzyiq eləmək elementləri yoxdur. Bu baxımdan onlar ona görə bundan istifadə edirlər. Amma güc fərqi var ortalıqda. ABŞ-ın imkanları və İranın imkanları. Yəni uzun müddətdə bu davam eləsə, Amerikada məsələn seçkilər bitsə və s. ondan sonra hərbi cəhətdən İranın bu imkanını da məhdudlaşdırmaq Amerika Silahlı Qüvvələri üçün düşünürəm ki, problem olmayacaq. Murad bəy, Wall Street Journal-da yazır ki, bu atəşlərdən, bu zərbələrdən dərhal sonra Amerika Birləşmiş Ştatları yenidən İranla danışıqlara getməyə hazır olduğunu bəyan edir. Yəni, bu zərbələr endirilsə də Hörmüz boğazı ilə bağlı gərginlik fonunda, siz də az öncə vurğuladınız, Amerika Birləşmiş Ştatları dialoqu davam etdirməkdə maraqlıdır hazırda və bu açıq şəkildə bəyan edilir. Bəs bu şərtlər altında, deyək ki, qarşılıqlı zərbələr altında Amerika Birləşmiş Ştatlarının dialoqda israr etməsi, İranın isə bu məsələyə bir o qədər də, yəni tam ən azından cəmiyyətin qarşısında istəyən yanaşmamasının səbəbləri nədir? Bilirsiniz, burada bu zərbələr hər iki tərəf üçün bir elementdir bu danışıqların içində, təzyiq elementidir.
İran tərəfi də öz mövqeyini həyata keçirmək üçün danışıqlarda məhz bu 3 tankeri zərbələri indirib. Amerika tərəfi də öz mövqeyini gücləndirmək üçün əks bu İran zərbəsindən qat-qat güclü zərbə ilə cavab verir. Yəni, hər iki tərəfin addımları həmən o danışıqların pozması demək deyil. Həmən o danışıqlar çərçivəsində öz mövqeylərini gücləndirmək üçün aparılan addımlardır. Bu baxımdan danışıqlar davam eləyəcək. Sadəcə olaraq həmən o zərbələrdən sonra hər iki tərəf özü üçün müəyyən nəticələr çıxaracaq. Murad bəy, təşəkkürümüzü bildiririk. Minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə.